Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test toplusu 2025-ci il nəşrində yer alan musiqinin dili mətni izahını paylaşıram. İzaha keçməmişdən öncə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Dərslərimiz həm Azərbaycan dili, həm də ədəbiyyat fənləri üzrə onlayn şəkildə keçirilir. Dərslər haqqında əlavə məlumat almaq üçün 051 959 07 68 nömrəsi ilə əlaqə yarada bilərsiniz. İndi isə keçək deməli mətnimizin izahına. Mətni siz oxuduqdan sonra sualların izahına baxın. 91-ci suala baxırıq. 91-ci sualda qeyd olunur ki, mətndə altından xətt çəkilmiş ifadənin kontekstə uyğun qarşılığını müəyyən edin. Altından xətt çəkilmiş hissə qorxuya düşür hissəsidir. Qorxuya düşür nə deməkdir? Yəni təşvişə düşmək və vahiməyə basmaq, yəni qorxuya düşməyə bu mənaları bildirir. 2-4 sualımızın düzgün cavabı Y variantı olacaq. Lakin çaşıb qalmaqla ürəyə yanmaq kiməsə yazıq gəlmək mənasındadır deyə 3-ü götürmədik. Və çaşıb qalmaq da yəni qorxuya düşmək mənasına gəlmir. Qorxuya düşmək, yəni təşvişə düşmək, vahimə basmaq bu mənaları ifadə etdiyinə görə 2-4 sualımızın düzgün cavabı Y variantı olmuş olacaq. Keçdik, deməli 2-4 Y variantı dedik. 92. Mətn məzmunu əsasını ehtimal etmək olar. Mətn məzmunu əsasına görə biz nəyə ehtimal edə bilərik? Elə A variantı. Baxın, Bərbədin sarayda yaşamağı şahı yaxşı tanımaqdan səbəb olmuşdu. Bəli, bu bir ehtimaldır. Ehtimaldır ki, yəni Bərbəd sarayda yaşamağı daha doğrusu bir ehtimaldır ki, o şahı məhz buna görə yaxşı tanıyır. B variantında deyir ki, Şəbdiz A variantı son düzgün cavabdır. B variantında deyir ki, Şəbdiz hökmdarın yeganə atı deyildi. Bəli, bu bir ehtimal deyil, bu bir faktdir. Çünki başqa bir ata minir çıxır gedir də. Yəni təkcə bir dənə at olmayıb ki, yəni Şəbdiz bir dənə hökmdarın yeganə atı deyil. Şah sarayda olmadığı müddətdə atını Bərbədə tapşırır. Bərbədə tapşırmır. Kimə tapşırır? Mehdərə tapşırır, çıxır gedir. Atın ölüm xəbərini eşidən kimi Mehdər sarayı bir dəfəyə tərk edir. Ölüm xəbərini eşidən kimi Mehdər əslində təşvişə düşür və Bərbəddən kömək istəyir. Yəni sarayı bir dəfəyə tərk etməsi ehtimal hesab olunmur. Şah musiqiyə dəyər verən biri idi. Bu bir ehtimal deyil, bu bir faktdır. Çünki mətndə də qeyd olunur ki, yəni Bərbədin çaldığı ud, yəni musiqi sədası onun çox xoşuna gəlirdi. Bu da şahın musiqiyə dəyər verən biri olmasını göstərir. Ona görə də Bərbədin sarayda yaşamağı şahı yaxşı tanımağına səbəb olmuşdu. Bu bir ehtimaldır. Ona görə sualın düzgün cavabı A variantı olacaq. Hansı cümlə ilə bu qələmin rəngini dəyişək? Deyir ki, hansı cümlə ilə mətnin əsas hissəsini genişləndirmək olur? Xosrov Pərviz təbiət vurğunu idi. Baxın, bu hissəni biz mətnin əsas hissəsinə yaza bilərik. Bu mətnin əsas hissəsinə, çox üzr istəyirəm, əsas da deyirəm giriş hissəsi. Bu mətnin giriş hissəsinə aid olan hissədir. Bu mətnin girişinə yazıla bilər. Uzun illərdir ki, ölkəyə başçılıq edir. Bu da giriş hissəsinə yazıla bilər. Bu da deməli giriş hissəsinə aid olan fikirdir. Qələmimizi götürək. Bu da giriş hissəsinə aiddir. Xosrov Pərviz bu cavabı gözləmirdi. Baxın, bu cavabı gözləmirdi. Yəni, şaha xəbər verirlər. Şah özü deyir ki, deməli, at ölübdür. Yəni, Şəbdiz ölübdür. Yəni, bu cavabı əslində gözləmirdi. Bu nəticə hissəsinə aid olan bir fikirdir. Bu, deməli, nəticə hissəsinə yazılacaq fikirdir. Sözünüzə əməl edin. Bunu da, deməli, Bərbəd şaha deyəcək ki, şah deyir axı orada ki, kim birinci xəbər versə ki, at ölüb, onun başına vuracam, boynunu vurduracam və bunu da təbii ki, Bərbəd deyə bilər ki, sözünüzə əməl edin. Bu da nəticə hissəsinə aid olan bir fikirdir. Deməli, bunda nəticə yaza bilərik. O məsələnin hər yolunu tapıb hazırlaşır. Baxın, bu hissə əsas hissəyə aid olacaq. Niyə əsas hissə? Çünki orada biz görürük ki, şah hazırlaşır ki, səfərə çıxsın. Lakin səfərə çıxan zaman görürük ki, Şəbdiz yəni yaxşı deyil də, narahatlığını hiss eləyir və o məsələnin hər yolunu tapıb hazırlaşır. Bu əsas hissəyə artırıla bilər ki, mətnin əsas hissəsi genişləndirilsin. Yəni, məsələnin hər yolunu tapıb səfərə çıxa bilər. Burada təbii ki, Xosrov Pərvizdən söhbət gedir. Ona görə sualımızın düzgün cavabı Y variantı olacaq. Keçdik 94-cü suala. 94-cü sualda nədir? Mətndə üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənməyibdir? Gəlin baxaq, üzərində rəqəm yazılmışdır. Hansı sözlər həqiqi mənada işlənməyibdir? Üzərində rəqəm yazılmış sözlər məclis qurmağı sözüdür. Yaxınlaşdıraq. Deməli,
məclis qurmağı. Məclisi qura bilməzsən. Bu, məcazi mənada işlənən bir fikirdir. Məcazi mənada. Bizdə məcazini istəyir. Sezmək. Bir insan nəyisə sezə bilər, yəni hiss edə bilər. Bu, həqiqi mənada işlənibdir. Burada, yəni, insan nəyisə hiss edə bilər, sezə bilər. Bu, həqiqi mənadadır. Daha sonra, üçüncüyə baxırıq, düşür, qorxuya düşür. İnsan quyuya düşə bilər və yaxud da çuxura düşə bilər, Allah uzaq eləsin. Qorxuya necə düşsün? Bu, məcazi mənada işlənən bir fikirdir. Daha sonra 4-ə baxırıq. Ud çalındıqca udu çala bilərsən. Bu, həqiqi mənadadır, həqiqi yazaq. 5-də deyir ki, sonra isə dizləri bükülür. Bəli, atın dizləri bükülür. Bu da həqiqi mənada işlənmiş bir fikirdir. Bizdən də məcazi mənada işlənən istədiyi üçün 1 ilə deməli biz 3-ü götürəcəyik. Çünki 2 dənə, yəni 1 ilə 3 məcazi mənada işlənmiş fikir idi. Deməli, sualın düzgün cavabı 1, 3 olacaq. D variantı. Mətnlə bağlı doğru fikirləri müəyyən edin. Deməli, hökmdar vaxtını xoş keçirməyi sevirdi. Bəli, mətnlə bağlı doğru ki, xoş keçirməyi sevir ki, atı Şəbdizi və ud çalan Bərbədi çox sevirdi. Çünki onun deyir, xoş sədası ona rahatlıq verirdi. Yəni, hökmdar vaxtını xoş keçirməyi sevirdi. Bir düzgündür. Atın ölüm xəbərini Xosrova Mehter verir. Xeyr, atın ölüm xəbərini kim verir? Bərbəd verir. Ona görə bu səhvdir. İran şahı Şəbdizlə dil tapmağı bacarırdı. Baxın, burada bir hissə var. Deməlidir ki, Şəbdiz bir yerdə durmaq bilmirdi. Xosrov onu sığalayıb asanlıqla sakitləşdirdi. Deməli, onun dilini bilirdi də. Deməli, İran şahı Şəbdizlə dil tapmağı bacarırdı. Bu da düzgün fikirdir. 1-3 A variantı olacaq. Şah səfərə çıxdığı gün at ölür. Xeyr, səfərə çıxdığı gün yox. Səfərə çıxandan bir neçə gün sonra, yəni at ölür. Yəni, səfərə çıxdığı gün olmur bu. Bərbəd xəbəri eşitdi, məsləhət üçün məclis qurur. Bərbəd xəbəri eşitdi, məclis qurur. Yəni, məclis qurmasına bağlı bir fikir yox idi. Ona görə sualımızın düzgün cavabı 1-3 A variantı idi. 96. Mətndə çərçivə daxilində verilmiş söz, baxırıq görürük, müşkül sözüdür. Deməlidir ki, mətndə çərçivə daxilində verilmiş sözün kontekstdəki mənasına uyğun olan ifadə hansı cümlədə işlənmişdir? Uşaqlar, müşkül sözü müşkül, yəni çətin. Çətin həll olunan bu mənanı ifadə edir. Çətin həll olunan bu mənaları ifadə edir. Deməli, biz çətin sözünü axtarmalıyıq. Baxırıq görürük D variantındadır ki, belə çətin vəziyyətlərdən tez çıxa bilirdi. Belə müşkül vəziyyətlərdən tez çıxa bilirdi. Ona görə sualın düzgün cavabı D variantı olacaq. 97. Hansı hikmətli ifadə mətnin məzmununa uyğundur? Biz mətnin məzmununa uyğun olan ifadəni tapmalıyıq. Miskinlər ətraflarında hansısa bir dahinin mövcudluğuna dözə bilmirlər. Ümumiyyətlə, burada kimisə paxıllığını çəkmək məsələsi var idimi? Xeyr. Bu, deməli, doğru fikir kimi götürülə bilməz. Həmişə qəhrəman ola bilməsin, amma həmişə insan olaraq qalmaq olar. Burada, yəni, nə qəhrəmanlıqdan, nə də insan olmaqdan söhbət gedirdi. Yəni, burada at ölübdür. Şah deyir ki, kim atın ölüm xəbərini birinci versə, onu mən başına vurduracam. Yəni, bununla bağlı məlumat verilibdir deyib, biz ona uyğun bir fikirlər seçməliyik. 3-də C variantı dedir ki, böyük maneəyə rast gələndə necə olursa olsun, onu dəf etmək əzmi dahilikdən deyil, təsdiqdən xəbər verir. Yəni, burada təsdiqlə bağlı bir şey var idi mi? Xeyr. Ağ atla cahil ağaya qulluq etmə. Burada cahillikdən, nə bilim, ağıldan, belə bir şeylərdən, yəni cahillikdən söhbət getmir ki, sadəcə ağılla düzgün cavab verməkdən söhbət gedir. D variantına baxsaq, ağıllı adam odur ki, etdiyinin nəticəsini əvvəldən görə bilir. Baxın, burada Bərbəd neyniyir? Şaha bilir ki, şah bu musiqi ilə bihuş olacaq, musiqinin təsirini bihuş olacaq, vəziyyətdən çıxa biləcək. Yəni, o nəticəni əvvəlcədən görə bilirdi. Yəni, ağılla hərəkət edir. Ona görə də ağıllı adam odur ki, etdiyinin nəticəsini əvvəldən görə bilir fikri. Bu, deməli, mətnin məzmununa uyğun olan fikir hesab olunacaq. 98-ə baxırıq. 98-də deməli, uyğunluğu müəyyən edin deyir. Giriş hissəsinə, əsas və nəticə hissəsinə aid olan fikirləri seçməliyik. Mehdərin təşvişə düşməsi. Baxın, Mehdər nə zaman təşvişə düşür? At öləndə. Çünki nə demişdi? Şah demişdi ki, əgər birinci ölüm xəbərini kim versə, onun başını vuracam. Boyuna vurduracam. Ona görə bunu işləndə ölüm xəbərini Mehdər təşvişə düşür. Harada təşvişə düşür? Təbii ki, deməli, əsas hissədir. Deməli, 2A yazırıq. Bərbədin şaha cavabı bu nəticə hissəsində idi. Deyir ki, şahım deyir, mən demədim, siz özünüz dediniz, yəni ölüm xəbərindən. Bu nəticə hissəsində idi.
Xosrovun Şəbdizdən aldığı qüvvət bu giriş hissədədir. Əvvəldə də qeyd olunur ki, o Şəbdizdən güc alırdı və Bərbəddən həmçinin. Ona görə C variantı giriş hissəsinə yazılacaq. D-də deyir ki, Şəbdizin ovda ölməsi, ümumiyyətlə Şəbdiz ovda ölməyib, bunu heç bir aid edə bilmərik. Barbədin kömək üçün razılığı bu əsas hissədədir ki, Mehdər gəlir və deyir ki, mənə kömək elə, o da razı olur. Deməli, 1-ə C, 2-yə A-yə, 3-ə B. Baxaq görək. Deməli, C variantında baxırıq, görürük ki, 1C, 2A, 3B. C variantı sualımızın düzgün cavabı olacaq. Mətnə əsasən cədvəli tamamlayın. Səbəb verilib, daha doğrusu səbəb verilməyib, nəticə verilibdir. 2-də isə nəticə verilməyibdir, səbəb verilibdir. İndi gəlin baxaq görək bura nələr yaza bilərik. Cəmaət Bərbəddən kömək istəyir. Səbəb nə idi? Çünki at dünyasında, daha doğrusu ölür. Atın ölməsi cəmaatın Bərbəddən kömək istəməsi ilə nəticələnir. Yəni səbəb nə idi? Deməli, atın ölməsi və şahın qorxusu səbəb ola bilər. 2-də isə səbəb verilibdir. Bərbət həzin musiqi ifadə edir və nəticədə nə olur? Deməli, həzin musiqi ifadə edir və nəticədə də şah bu musiqinin sədasından bihuş olur və özü deyir ki, bəs Şəbdiz ölüb. Bu fikir axırda nəticə hissəsində özü deyir. Və demək, bu fikirləri biz bura yaza bilərik. Gəldik 100-cü suala. Mətnin məzmununa uyğun olmayan cümlə neçənci abzasda işlənmişdir? Həmin cümləni müəyyən edərək yazın. Biz mətni oxuyanda, ümumiyyətlə siz mətni oxumusunuzsa, özünüz görəcəksiniz ki, mətnin məzmununa uyğun olmayan burada bir fikir var. Baxın, elə birinci abzasa baxsaq, buradadır həmin o fikir. Baxın, bu hissədədir. Bir dənə gözləyin. Aha. Deməli, baxın, bu hissədə biz görürük ki, mətn məzmununa uyğun olmayan bir hissə var. Baxın, bu. Deməli, burada yuxarıda Bərbədin udundan danışır, Şəbdizdən danışır. Sonra deyir ki, ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud sonralar qərb ölkələrində Lütün adı ilə geniş yayılmışdı. Yəni, bunun mətnlə nə əlaqəsi var? Biz burada Xosrovun həyatından, Bərbəddən, Şəbdizdən danışırıq. Burada daha sonra atın ölməsindən danışacağıq. Yəni, bu alətin sonralar qərb ölkələrində Lütün adlandırılmasının heç bir mənası yoxdur. Yəni, mətnin məzmununa uyğunluq təşkil etmir. Ona görə də 100-cü sualımızın cavabı da ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud sonralar qərb ölkələrində Lütün adı ilə geniş yayılmışdır fikri olacaq. Belə, bu da bizim deməli, musiqinin dili mətninin izahı idi. Növbəti izahlarda görüşənə qədər sağ olun, salamat qalın.